Aydan xanım, indi bir xanım gələcək. Deməli, bu xanım bir tanınmış ailənin nümayəndəsidir. Ona görə mərkəzə gəlməyə görə fikir asılılığı elədi. Hı hı. Xanımın övladı ilə bağlı, oğlu ilə bağlı problemləri var. Sadəcə olaraq bilmirik o asılıdır ya yox. Hı hı. Gəlsin bir söhbət eləyək, görək ümumiyyətlə bu insanda asılılıqdır yoxsa hansı bir psixoloji pozuntuları var. Artıq ondan çıxış edərək qərar verərik ki, bu asılıdırsa mərkəzə yerləşdirək, Hı hı. asılı deyilsə psixoloji pozuntuları varsa digər müalicə metodu seçərik. Bəli, bəli. Xoş gəldiniz xanım. Xoş gəlmisiniz. Çox sağ Əyləşin. olun, sağ olun. Bilirsiniz, mən neçə vaxtdır oğlumun davranışlarının pozğunluqlarını hiss edirəm. Hı hı. Qohumdan, qonşudan, hamıdan borc alır. Hı hı. Dəfələrlə telefonunu satır. Yenisini alırıq, yenidən satır. Mən şübhələndim. Elə bildim indi narkotik məsələsidir. Apardıq onu Maşdağadakı bir saylı klinikada müayinədən keçirdik, narkotik çıxmadı. Daha sonra onu nəzarət elədim. Gecələr yatmırdı səhərəcən. Səhərəcən yatmırdı. Onu gördüm ki, telefonda nəysə oyunlar oynayır bu. Baxdım, gizlincə telefonuna baxdım, gördüm ki, meyvə şəkilləridir. Ona görə mən şübhələndim ki, bu yəqin oyun oynayır, kazinoda, qumar oynayır. Ona görə mən çox qorxdum. Ona görə internet vasitəsilə Ceyhun müəllimi tapdım, Ceyhun Əsgərovu, çox professional, mütəxəssis olduğu üçün ona müraciət elədim. Yəqin ki, oğlumu düzgün yola qaytarar. Xanım, neçə müddətdir bu oğlunuzun davranışlarında dəyişiklik hiss edirsiniz? 2-3 ildir. 2-3 ildir. Evinizdə nəsə bir bahalı zinət əşyaları və yaxud nəsə bahalı bir şeylər itibmi? Əlbəttə ki, evdə heç bir şey qalmayıb. Hamısı satılıb. Yəni sizin dediklərinizdən belə görsənir ki, oğlunuzda qumar asılılığı var və böyük ehtimalla ikinci mərhələnin sonlarıdır artıq. Bu da orta ağır kimi qiymətləndirilir. Mütləq şəkildə o reabilitasiya mərkəzinə yerləşdirilməlidir. Əgər razısınızsa 6 aylıq prosesdir, stasionar müalicənin, sonra da 3 aylıq ambulator müalicədir. Onu mən sizə ətraflı izah edəcəm. Amma burada əsas məqam nədir? Sizin oğlunuzun müalicəsi ilə paralel siz və yoldaşınız da mütləq dərəcədə psixoloji dəstək almalısınız. Çünki o bu illər ərzində asılı olduğu müddətdə də sizin psixoloji durumunuzda da kifayət qədər iz buraxıb. Sizə mütləq dərəcədə həm asılılıqla bağlı psixoloji dəstək lazımdır. Ona görə də bizim həmkarımız Aytan xanım sizlə də işləyəcək. Sizin oğlunuzla biz mərkəzdə işləyəcəyik, onu sağaldacağıq. Siz isə konsultasiya üçün Aytan xanımın yanına gedəcəksiniz. Və onu da əlavə edeyim ki, sizin psixoloqla konsultasiyalarınız tam ödənişsizdir. Siz yalnız reabilitasiyanın pulunu ödəyəcəksiniz. Sizin belə deyək, sağalma prosesiniz isə artıq bizim məsuliyyətimizdir. Xanım, deməli sizin oğlunuz bir ay bizim mərkəzimizdə müalicə alandan sonra onun asılıq olmağının səbəblərini biz biləndən sonra sizinlə mütləq biz konsultasiya keçirməliyik. Çünki ailə ilə işləmək çox vacibdir. Siz, mən də sizin həyat yoldaşınız, sizin oğlunuz bu ailəyə qayıdacaq. Ona görə sizin dünya görüşünüz dəyişməlidir. Sizin hissiyyətləriniz sağalmalıdır. Əlbəttə mən razıyam 100%. Tək oğlum sağalsın.